Göygöldə yol nəqliyyat hadisəsi baş verib, hadisə rayonun Kərimli kəndinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan Mitsubishi markalı maşını idarə etmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər 1999-cu il təvəllüdlü Nuran Məmmədov, 2008-ci il təvəllüdlü Nuriddin İsmailov, 1987-ci il təvəllüdlü Füzuli Cəfərov xəsarət alaraq Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 7 mart 2025-ci il tarixində saat 12:50 radələrində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər, hər biri kişi cinsli olmaqla Göygöl rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən şəxslərdən birinin vəziyyəti ağır, digərlərininki isə stabildir. Qəza nəticəsində avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, İman İmanlı, APA TV Göygöl.